Biz çəkilişimizin davamını edirik. Bu çəkilişin əsas səbəbkarı Himayət Qubadovdur, polkovnik. Mən Qarabağ Savaşının müharibəsini iki hissəyə bölmək istəmirəm. Nədənsə deyilər, birinci Qarabağ, ikinci Qarabağ. Deyək ki, müharibə təzə başlayan vaxtlar deyək. O döyüşlərdə, yəni Himayət müəllim böyük qəhrəmanlıq göstərir. Bizim müharibə tariximizin, Azərbaycanın ən yeni tarixinin şərəfli və məşəqqətli deyim, əzablı deyim, sual-cavablı deyim, biraz da necə deyərlər, belə qarma-qarışıq idi da, yəni ki, o səhifələrinin canlı şahidləridir. Onlar, təbii ki, Himayət müəllimini tanıyanlar çoxdur, polkovniki yüzlərlə, minlərlədir. Biz onlardan ancaq 4-5 nəfərlə görüşə bildik. Hələ həyatlarını hərbə sərf etmiş insanlardır da. Həyatda insana ən şirin onun canıdır, onun vücududur, özüdür. Bunu düşünmədən vətən sağ olsun deyib irəli gedənlər və özündən sonraki nəsillərə müharibəli bir dövrü qoymaq istəməyən adamlar onlardır. Mən bugün biz gəlmişik bura, Qobustana, Elbrus Orucovun generalın qonağıyıq və Himayət müəllim Elbrus Orucovun komandanlığı altında vuruşub və onlar çiyin-çiyinə olublar, dost olublar. Komandir əskərdən, komandir tabur komandirindən başqa onlar silahdaş olublar, dost olublar, çiyindaş olublar. Bir yerdə, yəni ki, bir vətəndaşlıq missiyasını yerinə yetirərək o şərəfli yolu gediblər. Bugün Cənab General, sizin xatirələriniz mənə elə gəlir ki, çox maraqlı olacaq tamaşaçılar üçün də, kitabın oxucular üçün də. Birinci, xoş gəlmişsiniz bizim evimizə. Həmişə siz gələsiniz, özdə belə məsələ ilə gələndə deyirlər ki, ancaq xoşbaxtın hazırlayırlar ki, belə siz kimi insanlar bizim keçmiş yox, döyüş qardaşlarımızın keçən yolları belə açıqlamaq istəyirsə, mən öz general kimi, öz adından sizə təşəkkürümü bildirmək istəyirəm və çox sağ olun bizə deyirəm ki, hamının borcudur. Ancaq o borcu yerinə yetirmək üçün insanın qəlbində vətən sevgisi olmalıdır. Haqqımız ödənilməz. Bu bir içində də siz xatırlarında dediniz ki, buraya mənim başım üstündə 4 qardaşların şəkli var. Buraya 4 qardaşlarımız oturmuşuq. Burada müharibədən sonra təsəvvür edin ki, saat 3-də, ayın 8-i, noyabr 2020-ci ildə mən təzə gəlmişdim evə, işlə barədə mən də əməliyyat qrupunda idim. Mən gəldim saat 3-də bura, gəldim görürüm ki, 4 qardaşım, 3-ü də qaldı, hamısı qapının altında mənə gözləyirlər. Nədir, təbrik eləməsi ki, Elbrus. Bugünkü gündə sənin evinə gəlmişim ki, böyük qələbəni, Azərbaycan qələbəsini sənlə burada qeyrəlmək istəyir və səni təbrik eləmək istəyir. Nəyə görə ki, 4 qardaşın arasında yegana mənə qismət olub ki, aprelin 1992-ci ildən 16 aprel mən 120 nəfər könüllü dəstəklə gedmişəm Şuşaya. Şuşaya gedəndən sonra 120 nəfərlə 85 dənə avtomatımız var idi. Aprelin neçəsi dedi? 26-da yığılmışdıq, 22-sində yola çıxdıq. 24-də gəldim Laçına. Laçına 24-də gələndən sonra Qarabağ mənim talimdə böyük hərflərlə yazdı ki, Elbrusun bundan sonra hansı yol olsa, tarix olsa, buradan keçəcək. Və getdim mən Şuşaya. Ayın biri mən gəldim Şuşaya, 7 gündən sonra müharibə başladı. Bu ilk müharibənin qanlı döyüşlər, mən deməmiş o vaxtadan rayonlarımıza, posta divanlar, ermənilərlə silahları, atışmalarına, ancaq həqiqətən də müasir dövründə birinci böyük hücum, hansı ki, quru qoşunlar, aviasiyası, artilleriya, hamısı işləyirdi. Bu müharibə başladı Şuşa istiqamətinə, Şuşanın işğalının zamanında. Onun qabağında, bu böyük qoşunların qabağında duran könüllü dəstələr, hansı ki, indi biz könüllü devirdə vətənə öz canını qurban edən oğlanlar idi. Öz canından keçən, ailəsindən, balalarından keçən oğlanlar əlində silah idi. Və neçə ildə keçsə,
Mənə birinci sual verilir ki, Elbrus müəllim, o vaxtı siz orada rəhbər kimi, polkovnik idiniz, mən nətər oldu ki, Şuşanı verdiniz? Mən dedim ki, alınmaz qalanı siz verdiniz. Dedim, yadınızda saxlayın. Biz Şuşada, o boyda rayonda cəmi əlimizdə silah olan 850 nəfər adam var idi. 850 nəfər bugünkü məhkəmədə sübut olundu ki, Qukasyandı, İşxanyandı, David İşxanyan da oradadır, Qukasyan da, Sakyan da orada otururlar. Onlar öz ifadələrində Şuşanın işğalında boynuna alırlar ki, Şuşada olan könüllü dəstələr elə müqamda baxalım, onları göstərirlər ki, onlar nə 8-də, nə 9-da, nə 10-da Şuşaya girə bilmədilər. Və biz həmişə deyirik ki, alınmaz qalanı verdik. 258 dənə bir gündə şəhid verdik Şuşada. 400-dən çox biz ancaq yaralı təhlil eləmişdik orada. Bu 850 nəfərdən. 4-dən 3-ü. 4-dən 3-ü keçdi. Hətta 20 nəfərimiz bu günə də elə bir ki, itkin düşənləri axtarılıb tapa bilməm ki, ancaq orada olan ahalini çıxardanlar mən məcbur olurdum 5-10 nəfər əlində silah qabaqda geçsinlər ki, bu ahali də tutulur. Brigada komandiri. Adım brigada komandiridir. Nə brigada, nə partidir. Ona görə də mən deyirəm ki, Azərbaycanın müharibənin qanlı döyüşləri könüllü dəstələrin adı ilə biz bir gün Azərbaycan yeni tariximizi açmalıyıq. Və ona görə mən sizə minnətlərimi bildirirəm ki, könüllü dəstələrin başında olan, onlar da öz dəstələri könüllü idilər. Himayət kimi olan. Bir gün maşallah polkovnik rütbəsində Azərbaycan bayrağı ordenindən dəftit olan vidallarına bizim yanımıza polkovnik əyləşir. Ancaq mən xatırlayanda o döyüşləri mən onu polkovnik kimi görməyəm. O məni general kimi görməyəm heç vaxtı. Biz səngər qardaş olmuşuq. Silahdaş olmuşuq. Silahdaş deyəndə səngər qardaş olmuşuq. Biz qan qardaş olmuşuq. Təbii. Və indi yadıma o günü mən salaram ki, zamanı elə vəziyyətlər gəldi ki, 93-cü ildə 3 ay müddətində ermənilər 5 dənə rayonumuzu işğal edirlər. 5 rayonu may ayından başlamış, Laçından demək, Qubatlı, Zangilan, Cəbrayıl, Füzuli, Ağdam işğal eləyəndə bunlar gəldə çatdıq Beyləqan istiqamətlə. Və Tərdənin qabağında gedən qanlı döyüşlərdə o vaxtı canından keçən Pənah kimi Mamedov, İmayət Qubadov kimi Elman Hüseynov. Elman Hüseynov oğlanlar qalmışdı. Vəzir Orucundu. İnqilab Ağayev. Qalmışlar. Onlar üzbəüz belə erməni silahlı qüvvələrin qabağında könüllü dəstələrə rəhbərlik edilər. 93-cü ildə mənim vəzifəm Əməliyyat Baş İdarəsinin döyüş planlaşdırma şöbə rəisi idim. Şöbə rəisi idim, polkovnik idim. İşğal olandan sonra, rayonlarımızda işğal olandan sonra ayın 4-ü xatırlıdır ki, bizim ulu öndərimizin seçkidə prezident kimi seçildi və avtomatik prezident kimi o oldu Ali Başkomandan. Və Ali Başkomandanın içində birbaşa böyük güclə xalq atdı ki, bizim torpaqlarımız 20% işğal olunub və qalan da rayondan Yaranboy, Tərtər ən qanlı döyüşlər gedir həmən oranda. Bir gün sabah ermənilər kərt qoyulur ki, biz Tərtəri də Yaranboyu da alıb çıxacaq köyün qabağına Gəncəli yılları da ələ keçirildi. O zaman siz bilirsiniz ki, ayın 4-ü noyabr 1993-cü ildə ulu öndərimiz birbaşa çıxıb televiziyadan xalqa müraciət elədi. Müraciət elədi ki, ay xalq, vətən belə vəziyyətdə. Kimin imkanı varsa əlində ələstinə silah saxlamaq üçün gəlin yoluşun və düşman qabağında durmağa. Mən də döyüş planlaşdırma şöbə rəisi kimi mənə birbaşa müdafiə naziri Məmmədov çağırdı şəxsi yanına. Dedi ki, Ali Başkomandan bir gün mənə tapşırıq qoyub ki, elə əməliyyatları planlaşdırmalıyıq ki, ruhdan düşən Azərbaycan əskərləri, geri çəkilən qoşunlar ruhlandırmaq üçün
biz uğurlu bir dənə əməliyyat keçirməliyik. Elə keçirməliyik ki, xalqa göstərmək lazımdır ki, hələ müharibə qutarmıyor. Hələ bir döyüşü uduzmuşuq. Bitməyib. Ancaq müharibə bitməyib və müharibəni biz uduzmamışıq. Hələ bizim gücümüz var. Bu əməliyyatı planlaşdırıb keçirmək lazımdır. Mehmet Akif Mehmetov bizim Müdafiə Nazirimiz o vaxtı dedi ki, nə baş qərargah rəisi bilməsin, nə əməliyyat başı da rəisi bilməsin. Birbaşa siz döyüş planlaşdırma şöyle. Hərbi sir diye bu. Ha? Hərbi sir kimi bir şey. Heç kim bilməsin, özünüz planlaşdırırsınız, şimdiden və getirirsiniz, mənim məvəd edirsiniz, biz Ali Baş Komanda. 2 gün sizə vaxt verir. Mən qayıtdım öz əmrim şöbəmə, mənim böyük təcrübəm o vaxtı vardı. 92-ci ildə vuruşmuşam, Şuşadan başlamış şöbəli kimi. Brigada komandiri olmuşam, 704-ün brigada komandiri, Ağdam istiqamətdə, Füzuli istiqamətdə vuruşmuşam. Və biz yaxşı bir təcrübəm vardı. Ermənilərlə üzbəyiz. Mən bir şöbə rəisi kimi oturub planlaşdırandan sonra Mehmetova Müdafiə Nazirində 3 dənə variantı getdim, qoydum onun qabağına. 3 variantı. Bir variantı Füzuli istiqamətdə, Cavara istiqamətdə ət yüzümə keçib. Orada ermənilər darmadağın edib çıxmaq lazımdır dağların döşünə. Üçüncü variantı Tərtər istiqamətdə və Morok istiqamətində bunlar elə bir ki, əlavə bir dənə döyüşlər aparmalıdır, düşmanı aldadmaq məqsədi ilə üstünə çəkməlidir. Və siz özünüzü bilirsiniz, 93-cü ildə yanvar ayının 4-də, 1994-cü ildə biz Füzuli istiqamətdə ət yüzünə keçəndən sonra 4 gün müddətində 58 kilometr yerlədik. 22 kənd işğaldan azad elədik. Hətta Cabrayıl rayonunun Göcük Mərcanlı kəndində aldıq. Və çıxdıq Füzuli istiqamətdə, Füzuli şəhərinin qalan, elə bir ki, Qaraxanbəyli kəndimiz, hansı ki, qalmışdı 2 kilometr Füzuliyə. Qoşunlar sübut elədilər ki, həqiqətən də Ali Baş Komandanın Heydər Əliyevin əmri ilə ölmə gedən hazır olmalıdır. Düşmanla nəzərə alaraq ət süzümü planlaşdırıb Tərtər və Giranboq istiqamətində onlar planlaşdırıb başladılar Səfərbəyli ilə təcili Yerevandan qoşunlar yığmağa və o qoşunları cəmləşdirirlər Tərtər istiqamətdə. Ayın 11-i mən şöbə rəisi, döyüş planlaşdırma şöbə rəisi, idarəçiliyində otmuşam, mərkəzi idarə təyin elədilər mənə rəhbər kimi. O qoşunlar rəhbərliyi mən eləyəm, onun ki, planı mən də hazırlamışdım. Müdafiə Naziri, Baş qərargah rəisi çağırdılar mənə telefonu. Qərargaha dedilər ki, deleganda otmuşuq, sizdən prezident danışmaq istəyir. Polkovnik leytenant, cənab prezident özünü təqdim elədim. Soruşdu ki, siz hansı vəzifədəsiniz? Öz vəzifəmi təyin elədim. Dedi, hərbi təhsiliniz var. Mən dedim, cənab prezident, mən 1972-ci ildə qəbul olmuşam Sverdlovski Suvorov hərbi məktəbə. 74-cü ildə bu Suvorov hərbi məktəbə bitirəndən sonra daxil olmuşam Çelebinski Ali Tank Komandan məktəbinə. 74-cü ildə, 78-ci ildə 4 il orada oxamışam və leytenant rütbəyi alandan sonra Sovet ordusunda tam komandiri için fəaliyyətə başlamışam. Pribaltika dairəsində, Dalnivostok dairəsində, ondan sonra Zakavkaziyada çıxmışam, belə bəsbər qulluq elə gəldi 1985-ci ildə Almaniyada o yerləşən Rus qoşunların tərkibində Berlin-Birnauda mən tabur komandiri, tank tabur komandiri kimi orada qulluq verdim. 88-ci ildə imtihanı verəndən sonra Moskvada olan Akademiya Bronetankov Vojsk imeni Malinovskaya Zirəli Tank Akademiyasının Yegana Elbuz Fakhoşu sizin qabağınızda oturub hansı ki əməliyyat kafedrası onu bitirmişəm. 91-ci ildə Polkovnik İttihat rütbəsində qulluq edirdim. 93-cü il? 91-ci ildə bitirdim. Akademi 3 il oxadım Moskvada. Onu müdafiə edəndən sonra, diplomu alandan sonra mənə göndərdilər Moldaviya, Pridnestroviyada. Orada da o vəziyyət çox ağır idi, müharibə başlayırdı.
Ben getdim ora Şapski alay tank komanderin mavini kimi. Ben de gördüm ki o vaxtı benim kardeşlerim, büyük kardeşim Elxan mənim, kiçik kardeşim Elvan, mayor rütbəsində, Elxan polkovnik lütfenant rütbəsində, bir en kiçik kardeşimiz kapitan rütbəsində, uca Telmanlar uca, hamı gəliblər Azərbaycana, ərzə yazıb, Sovet ordusundan çıxıblar və gəlib Azərbaycana. Azərbaycana gələndən sonra bunlar mənə başladılar telegramla ki, bu sənin biliyi, savadlı bir gün Azərbaycana ehtiyac var, təcili qayıt vətənə, vətən də ağır vəziyyətdədir. Ondan sonra mən nəzər aldım ki, bunlar, əgər elədirsə, mən nəyə görə vuruşmalıyam Kürdistoriyada, Moldavanlara qarşı, ondan sonra bunlara qarşı ərzəmi yazıb, könüllü olaraq oradan mən ailəmi götürüb, 92-ci ildə, yanvar ayının 17-sində mən qayıtdım Azərbaycana. Azərbaycana qayıdandan sonra yavaş-yavaş könüllü dəstəyə bu Şuşa, Laçin, onun üçün döyüşdə brigada komandiri məruz ediləndən ki, Cənab Prezident məqaləti ki, Arıcıq, mən indi sərəncam imzaladım, sizə polkovnik rütbəsi verdim və təyin ederim sizi Müdafiə Nazirinin döyüş əməliyyatlar icra müavini. Mən də şöbə rəisi birbaşa Müdafiə Nazirinin döyüş əməliyyatlar... Özdə hansı mövqə, post? Özdə post. Döyüş əməliyyatlar icra müavini və sabah siz gedirsiniz və tərklər Caranboy, Daşkəsən istiqamətlə o zonunu rəhbərlik edirsiniz və mənə oradan məruz edirsiniz. Vəziyyət çox ağırdır tərklərdə. Gedir sonra. Dedim, başlayacağım, ay başqamandır. Əmrə tabi olmalı. Ayın 12-si 1994-cü ildə saat 10-da mən gəldim Marquşavana. 94-cü il yanvar ayı. Yanvar ayında anlamışsınlar. Mənim təqdim elədim Müdafiə Naziri Məmməd Əfrim Məmmədov və orada olan qoşunları rəhbər kimi təyin edəndən sonra, öz getdi, mən qaldım orada. Nəzərə alsaq ki, o vaxtı Tərtərin istiqamətdə elə döyüşlər gedirdi ki, o ki, qoşun qalmamışdı. 157-nin alayı, Dağ Piyada alayın könüllü dəstənin Caranboy bizliyi üçün taburları, onlar məcbur olmuşdur, Gülüstandan yenmişlər aşağı, böyük qüvvələrlə ermənilər baskın eləmişdir. Gəlmişdir ki, Talış, indi Suqovşan istiqamətli deyil, Madagiz kəndindən çıxmışlar və Talışın dağlarında qalmışlar o vaxtı. Yanvar ayında ermənilər gəlib düşmüşdür Talışın üstündən, ucu Tapqaroğonlu, ondan sonra Qızılhacal kəndimizi, Naftalını vurdular. Yanvarın 94-cü ildə. Adam istiqamətdə ermənilər böyük qoşunlarla baskın elib, Papravent istiqamətdə, siz bilirsiniz, Salatın kəngərli, ondan sonra Qızılhacalı kəndimiz, Gürca, Suma, Nəmirli kəndimizi işğal eləmişlər. Və kəşfiyyat məlumatı nəzərə alaraq, mən gördüm ki, gecə-gündüz ermənilər Yerevandan böyük qoşunları səfərbəyli ilə atırlar Yeranboyun istiqamətdə. Ağdarın arxasında Meçşen kəndi var. Meçşendir, Akut Kamaridir, ondan sonra Drambot, böyük qüvvələr yanışırlar. Mən də qoşunlarla tanış olanda gördüm ki, bədbaxt vəziyyətdədirlər. Baymay Tavukan, bədbaxt vəziyyətdədirlər. Nəyə görə? Qanlı döyüşlər gedə-gedə əksəriyyəti yaralı, ondan sonra şəhid olanlar böyük dəstələr rəhbərsiz qalıblar. Rəhbət kimi tabi olmaq istəmirlər. Tərtər 1, Tərtər 2 batalyonun rəhbərliyi ilə görüşəndə Sərdar Qamidov, Allah qənə gəlməsini icra başladı. Görüşəndə o qayıtdı dedi ki, tabur komandirlər hamısı yaralıdır ya da şəhid olublar. Dedim, kimlərdir? Dedi, İmayət Ubadov. Tabur komandir. Dedim, onun rütbəsi ilə. Dedi, yox, könüllü olandır. Könüllü olaraq tabur komandiridir. Yaralanıb və qospitaldədir. Mən də bunun taburla görüşəndə əskərlər qayıtırdı ki, elə əskərlər var ki, yaşdan da məndən də böyüdülər. Dedilər, komandir heç kimə tabi olmuyor, biz heç kimə inanmıyoruz. İmayət bizim də komandirimiz olub, onunla ancaq döyüşəcək belə eləcək. Ermənilər də gəlib dağları alıblar, gecə-gündüz hücum edirlər ki, mən onda bunu gecə saat 1-də otdum maşına, birbaşa sürdüm
Papayla hərbi qoşdular. Tərtədən böşüdürüb yerdir. İnanırsın, təsəvvür üçün neçə kilometr gəlmək lazımda, qoxa, onlardan gəldim Papayla qoşdular. Gəldim, İmayəti tapdım orada qoşdular. Gəldim gördüm ki, indi baxmayın da o vaxtı qoşdular vəziyyət çox ağır idi. İnsan, yaralılar, belə xidmətlim. Gördüm ki, bu da sağ tərəfi, tipsin içindədir. Özü də pis vəziyyətdədir. Baxdım, dedim, İmayət, mən sənin davaza gəlmişəm. Bir dənə bizim canımız var, onu da canlı gəlmir qurban elə vətənimizə. Əskərlər sən gözləyir. Heç zad lazımdır. Mən əskərlərə sübut eləmək istəyirəm ki, sən salamatsan. Onlar da heç kimə inanmırlar. Qayıtıdır ki, komandir, 93-cü ildə bir yerdə vuruşmuşuq sizlə, Drambul istiqamətdə, Atatürk'də bir yerdə mühasirədə olmuşuq sizlə, 40 gün siz orada bizlə rəhbərlik eləmişsiniz, mühasirədən siz bizi çağırmışsınız, mən sizə inanıram. Mən də onda bu şartını çıxartdım. Düşdüm bu İmayətə, düşdüm onu. Düşdüm bu şartımı, yətdim, başdan indirdim. Gecələrlə biz gənə də qayıtdıq. Götürdünüz, qayıtdınız. Qayıtdıq, ha. Gecələrlə gənə də qayıtdım da Tərtərə, səhərə yaxın mən Tərtərə çatanda millət yığılışlar ki, komandir söz vermişdi ki, səhərəcən İmayəti getməlidir. Təsəvvür ki, mənim sözümlə, əgər mən söz vermişim... Demək vurmaqdan üstündür, belə də deyirlər. Onlar ancaq sözə inanırlar. Söz veribsə, yerinə yetirməlisən. Mən də söz vermişi İmayəti gətirəcəm. Köprüdən Tərtərədən keçəndə gördüm ki, cəmaat əlində silah, saqqallar mənə qarşıladılar. Komandirimiz onu buşlatla çıxdı. Olayın qaldı ki, komandirlə gəlmişim, hər şey qaydasında olacaq. Bunu qaytarmaqla birbaşa çağırdım Qospitənin rəisin tapşır qoydum ki, təcilində oğlanın vəziyyətini yoxlayırsınız, mənə məruz edirsiniz. Qospitə ki, nə Qospitə? Nə Qospitə? Mənə nə Qospitə lazımdır? Batalyonda olacam. Batalyonla hansı tapşırıqlar verirsin? Özümdə rəhbərlik edəcəm, ancaq mənimlə Qospitə sanmır. Həkimlər yığılışıq, bu həkimlərlə müalicədən zaten nə tələb olunur versinlər. Təsəvvür ki, biz gəldik, ayın 21 idi. 21 yanvar biz gəldik, 26-sında ermənilər Ağdərə istiqamətindən hücmə keçdilər. Keçəndə də nə qoşumuz var? Pakabentdə də o istiqamətdə ermənilər qabağa keçirlər, sol tərəfimizdən bizi az qalırlar, mühasirə alsınlar. Bu vaxtda ermənilər böyük qüvvələrlə hücumə keçdilər, 3-cü savxozun istiqamətdə. Tərtər ki, Ağdərə əlinin altında İmayət vardı. Yaralı İmayət. Öyle yaralı İmayət. Yaralı ama döyüşçülərin inam yeri. Dedim İmayət, səni körpün yanında gözləyirəm. Dedi komandir, maşını götürdülər. Bizim birinci döyüşümüz İmayətin dəstəsi ilə həmən o böyük tərtər kanalı yoxdur, onun qabağında, ermənilərin qabağında aldıq, Səngərdə, Səngər qardaşı kimi, qan qardaşı kimi, o vaxtı tərtərin, o tərtər 1 batalyonu, tərtər 2 batalyonu, mən döyüşçüləri gördüm. İmayət orada tək əli ilə, silah dəmdə saxlama, ancaq tapancası vardı, bir dənə tapancasıyla. Bir dənə tapancayla, rəhbərlik edirdi. Və aydın oldu ki, ermənilər o Füzuli istiqamətdə itirən mövqələrinə faydın almaq istəyirlər, tərtər istiqamətlə. Bir də açıqlamaq istəyirəm ki, hərbi siyasət o vaxtı, hərbi siyasət, elə vəziyyət idi ki, o vaxtı. Hətta Heydər Əliyevin təzədən davam eləsin. Təzədən Azərbaycana qayıtmağı Xalq Səfəsi, Musavat Partiyanı, İstiqlal Partiyanı nümayəndələri hamısı çalışırlar ki, elə bir vəziyyət yaransın ki, zəfədə xalqla imtina eləsin, prezidentdən onu vəzifədən kənarlaşırlar. Mən bununla sözün üstündə, bugünkü bir general kimi, subut eləmək kimi sizə deyirəm.
Mən başlayanda dedim ki, 4 ay müddətində 6 rayonumuz işğal olundu. Bu da işğal olunan da zamanı və siz yanınızda bilirsiniz ki, o qiyam məsələsi var da, Suriyyətin qiyam məsələsi. Ancaq Suriyyət qiyamında başa gələndə öz qüvvələrlə cəbhədən kimdən, o xalq cəbhəsindən batalyonları, hərbi hissələri əmr vermişlər ki, onların qabağında çıxlar, cəbhə qaldı bomboş. Ona görə Zangilan rayonunu işğal edəndə Zangilanın qoşunların 27 dənə şəhid verirlər. O boyda rayonu işğal olunanda 27 dənə şəhid Çıxmışlar. Çıxmışdı hamısı. Laçını işğal edəndə, Laçının alayı olanda, Laçın alayı, mən də sual verirəm ki, Laçın alayı nə? Laçında döyüşəndə nə qədər şəhid vermişdir? 7 nəfər. Təsəvvür ki, bir alayın 7 nəfər şəhid olan ancaq rayon işğal olundu. Mən уже deyirəm ki, Ağdamın istiqamətində olan qoşunlarımızın bir hissəsi əmr verirlər ki, gəlsinlər, Navaya ola çıxmaq, hamısı qıratlarla, poldan ki, erməni ondan istifadə elədi. Şehrimizdən gəldi Ağdamın işğalı. Və Heydər Əliyevi vəzifədən devirmək məqsədi ilə Tərtəri vermək lazım idi. Ona görə də mən Tərtərdə rəhbər kimi nəzərə alanda gəldim, gördüm ki, Gürcistan istiqamətdə, bu bizdə o keçmiş Şalmən istiqamətində yıxan boyun yaxın. Bomboş dağlardır, yenilirlər qoşunlar hamısı. Kimin qoşunlarıdır? Xalq səvəsinin, Kürd batalyonlarıdır. Onlar da kimə tabidir? Başıdan da nümayəndələrə. Hər şey bunu nəzərə alaraq, elə mənə komandir lazım idi ki, mən o komandirdən ən ağır belə vəziyyətdən istifadə eləmək üçün, gənə də yazmaq üçün ki, İnam olan imayət oldu. Əskərlərin inandığı komandir, arxalarınca gedə bilər. Gəldim, gördüm ki, bu çölürlü, vuruşmağa canımızı qurbanı, ancaq taktika nə deməkdir, hücum nə deməkdir, baskın nə deməkdir, yanından keçən dəstələr nətər hərəkət eləmədilər, taktiki öyrəcəmək vaxtımız yoxdur. Gənə də döyüş gedə-gedə, mən onları yığdım, torpaq təpə istiqamətində, qruppa, dedim, İmayət, bax, sən baskın qruppanın komandirsən, bu 30 nəfər sənindir, gəl bura, bir Faqan var, Faqan, yanından keçən dəstə, sən qalxanda İmayət sənin dəstələri belədir, təlim keçirir, ermənlər bir artilleriyə vurur, ancaq təlimi yandırmıyoruz. Təsəvvür edin ki, məcbur olmuşuq ki, döyüş gedə-gedə bu kömürlü millət komandirləri taktik edin. Sonra deyim ki, xəritəni oxuya bilirsiniz, xəritəni oxuya bilməksiniz ki, nəyə görə? Artilleriyanın ataşı himayələyə bilməksiniz, çağıra bilməksiniz. Deyirsiniz ki, tək armuda bu. Artillerist nə bilsin ki, tək armud hardadır, torpaq təpə hardadır mən. Gənə də xərita, gənə də bunlar xəritanın üstündə koordinatlar nə deməkdir, onu nətər vurmaq lazımdır, himayət, dəftərləri var idi. Bunların döyüş tapşırıqları dəftərlərlə yazdırırdım. Yazdırandan sonra... Onlar heç bir komandir eləməzdi. Döyüşlər gedə-gedə cənab vaxtını verirdi, neylə, gecə-gündüz. Həm nəzəri, həm praktika. Həm inanın, solunun üstündə qara millət dəftərlər var, lazım olsa mən indi göstərəcəm ki, bunlara tapşıq verəndə qol çəkdirdim. Qəbzə elərim, Cənab Prezidentə ki, Cənab Prezident, bu mənim məruzamdır və nə lazımdır eləmək? Ona görə ki, müharibə o demək deyil ki, kimsə kiminsə çıxsın, tüyəklə vursun, öldürsün. Müharibə o demək ki, kim kimi beyinlə işlətsin və qərarətlə olsun. Bunlar da ancaq döyüş bacarırlar. Nə eləməlidir orada? Əlim keçməlidir. Komandirlə əskərin fərqi odur da, əskərin bir aya düşünüb daşındığı taktiki planı komandir bir anda o verir və cızır. Cızır. Ancaq bizə deyirlər ki, hələ o vaxtın Napoleonun bir dənə sözü var idi ki, Napoleon müharibə zamanı qayıtdı dedi ki, hər əskər öz manevri bilməlidir döyüş meydanında. O manevri bilməsə, hansı cazıcan yararı, qabıl yazıyorsun, sızmısan, planı xeyri yoxdur. Əskər öz hərəkəti ilə o planı yerinə yetirir. Bunu nəzərə alaraq, mən İmayətin baskın qrupu rəhbəri kimi yıldım komandirləri. İndi milli qəhrəmanımız var, Fəxrəddin Cəbrayelov, polkovnik, onda o vaxtı 172-nin brigadi komandiridir.
Milli Qəhrəman Rasim Akberov 107'nin alay komandiridir. 703'ünün General Lənkəran Aliyev generaldır. Rəhmətli General Fikrət Mamedov. Bunlar o vaxtı mayor, podpolkovnik vəzifəsində, rütbəsində idilər. Və hamısını yığdım, Talışın 701 istiqamətində dağlarına. Bize təlim keçin. Yığdım onları. Yığdım. Dedim ki, baxın, gələcəkdə, bu yanvar aydı, fevrala keçdik, yanvardı. Döyüş başlayacaq. Bizim hərəkətimiz belə olmalıdır. İmayata tapşırdım ki, İmayat, göstər. Bir nümunə kimi bunun taburu, könüllü, dünənki o traktor sürən olanlar, sürücü olan belə ki, baxdılar ki, hərəkət, döyüş hərəkət dağlarda nə deməkdir? Baskın qrupu, ataşpınar qrupu, manevr qrupu, yandan keçən dəstə, silahlı, brigada komandirləri dayanıb, gəlib, şəkil çəkirlər ki, gedib qayıdandan sonra bunlar eləmlər, hərəkət eləməlilər, elə təlimlər keçməlidirlər, əskərləri. Cənab yox, üzr istəyirəm, həmin anda Əntiqə xanım, İmino təlim keçəndə düşmən artilleriya ilə başladı bizi vurmağa. Cənab general orada hələ indi kimi o səs qulağında olub. Dedi, təsəvvür elə döyüşdəsən, səni vururlar, nə cür ucuma keçmədi. Çəkilməyin də var. Özü SPG heyəti də var bizimlə. SPG-nin nə cür eləmir. Əksəriyyət o komandirlər hamısı çəkildi dağdanlığa. Cənab general qaldı, biz qaldıq qrupuna. O ateş altında başladı ilerləməyə. Dedi, bax, beləcə ilerləməlidir. Elə bir ki, ermənilər başladılar, biz təlimçidir, vurmağa dedim ki, elə döyüşdə deyil olacaq. Qoy artilleriyanın baskın altında hərəkət edir. Bax, elə biz başlamışıq hazırlıq. Və zamana gəldi, çatdı. O dövrə ki, prezident, hörmətli ulu öndərimiz mənə zəng vurur ki, vəziyyət ağırlaşır. Gecə gündüz vəziyyət Geranboy, tərtər ekstrem ağırlaşır. Və birbaşa da ermənilər 11.000 qoşunları cəmləşdirmişlər. Martın 25'i, 28'i, Mart 94'ünde 11.000 qoşun cəmləşdirmişlər tərtər Geranboy istiqamətində. 11.000 qoşun. O qoşunların tərkibində mən sizə deyim ki, bir gün internetimiz var da, Wikipedia'da açıq, yazıq ki, tərtər 1994-cü ildə ermənilərin komandalığı, qoşunları hansı tədbirlər keçmişlər, hər şey Wikipedia'da var. Orada yazır ermənilər. Ki ayın 9'unda 9 April 1994 ildə tərtər istiqamətində erməni komandanlıq böyük əksəriyyəti ilə hücumə keçirlər. Bax, indi internetdə açılacaq. İnternetdə ermənilər yazırlar. Ancaq tərtər istiqamətində əsas hücum istiqaməti 1500 canlı qüvvə, 30 zirəli texnika, ondan 17 tankla hücumə keçmişlər. Bir gün hissəsi. Yazın. Elbrus Arucunun, General-Mayor Elbrus Arucunun qoşunları müdafiə xattını möhkəm saxlamaqla hücumun qarşısını aldılar. Yazırlar. Rus dilində mən deyərəm, indi boşda tərcüm edirəm. Bu vaxt general deyildiniz. Yox, indi yazırlar, onlar yazırlar da indi bizə. O vaxt ilə polkovnik yazırlar ki, ancaq hücum istiqamətli 1500 canlı qüvvə ilə 703'ünün brigadanın tərkibində olan könüllü dəstənin bir hissəsinin üstünə 30 dənə rəli texnika getdi, 17 tankla. Hansı ki bizim qoşunlarımız 3 dənə tankı vardı. 3 dənə tankdan 4 dənə də zirəli texnikimiz vardı. Hətta Pakometdən başlamış tərtər çay istiqamətində 12 kilometr məsafəsində 1200 bizim qoşunlarımız müdafiə xəttində qalmışlar. Hücum istiqamətdə 1500. Hələ mən deyirəm ki, o zamanı Suqovşan istiqamətdə, Talış istiqamətdə gedən istiqaməti, ikinci istiqamət, orada 1200 nəfər ermənilər canlı qüvvə ilə 30'a yaxındır zirəli texniklə 11 dənə tankla hücumə keçmişlər 130 brigada komandiri Mamedovun üstünə. Bunların üstünə də Lənkəran Aliyev rəhbərlik edən 703'ün komandiri bir gündə təsəvvür edin ki, 60 texnika, tanklar, canlı qüvvə və onları da himayələyən
2 dənə divizyon BM-21 Grad, onlar Mission istiqamətdə gəlmişlər. Gradlar bilirsiniz də, 40 stollu gradlar, 2 divizyon 36 dənə, 2 dənə böyük çaplı, iri çaplı artilleriya 152-122 mm toplarla himayə edilər bu hücumu. Bunların qarşısını alan kimlər oldu? Burada oturuz polkovnik. O vaxtı Gipsdə olan əli, bir millət sol əlini tapanca saxlayan və reabilitasi yanında olan Himayət Quvadov kimi olanlar idi. Özü də vuruşdu, varlığı da bəs idi orada, ruh vermək üçün əskərlərə. Ruh vermək bizdə səslə vuruşur əskər. Əskər eşidəndə ki, komandirin səsi gəlir. Vur demək, vurmaqdan üstündə. Səsi gəlir, inanır ki, ölməyəcək. Komandirin səsi gəlməyəndə başlayırlar bunlar həyəcanı keçmək üçün, ay, komandir yoxdur, məhv olur. Elə də mən oturmuşam, əgər kimsə Himayət mənə zəng vursaydı tamam, Çayka, mən 55'im, cavab verməsəydi, 5 dənə, Himayət də kimsə, komandirimiz öldü. Səhər tezdən idi, aprel ayı olsun, may ayının. Səhər tezdən cənab general 94-cü il. 94-cü. Saat hardasa 6 radələri səhər. Himayət bir qrupu götür qapanlı istiqamətinə. Vəziyyət gərgindir. Dərhal elə. İnanırım ki, özümə necə inanırdım ha. Ondan da artıq cənab generala inanırdım filan yerə. Özü elə gedirdik ki, canla başında bilirdik ki, burada bizi qapanlıdan Qırmızı kəndi alanında düşməm. Cənab general şəxsən özü bizi ilə gəldi, düz hara kimi gedəcək. Oturdu, dedi, mən burada oturub gözləyirəm. Bu istiqamətdən qayıtdı, dedi ki, Himayət gələk düzgün başa düşəsən. Buradan gedib qayıtmamaq məqsədi var da. Burada 99% qayıtmaya bilərsən. Amma vətəni Ali Başkomandanın əmrini nəzər almalı, vətənin milləti nəzər almalı, bu tapşırığı yerinə yetirməli. Dedim, cənab general, arxayan olun, 100% verdi, biz tapşırıq yerinə yetirəcək. İnandırım sizi ki, getdiyi o tapşırığı da elə dəqiqliyinə yerinə yetirdi. Yazıda gəlir o 3 dənə erməni tutub gətirəndə, rəhmətli Eldar Ağayev, siz bu Qırmızı kəndə girəndə. O uşaqlar deyir ki, ya Eldar Ağayevdir, ya Fikrət Məmmədovun kimi uşaqlarıdır. Siz danışdınız, yox, bunlar ermənidir. İkisi Şamxor ermənisi, biri Martuni ermənisi. Sonra verdiyi onlara Ağdama dəyişmir. İndi bu Kapanlı məsələsi. Kapanlı düşürsə Ağdamın kəndidir. Tərtəmin. Nədir, sən deyirsən, Kapanlının qabağında Seysulan kəndi var. O elə bir şey... Yarımcana Seysulan. 250 metrede Kapanlı kəndinin qabağında 250 metrede Seysulan kəndidir. O Seysulan kəndi Ağdara kəndidir. Sağ tərəfdə də Şotlandı kəndidir. Şotlandı da Ağdam kəndidir. Təsəvvür edirsiniz də Ağdam kəndi ilə Ağdara kəndinin ortasında Kapanlı kəndi tək-tək kəndidir. Onun da sağ tərəfində biz Qırmızı kənd deyirik, Karmeravan kəndidir. O da tək-tək Ağdaranın elə bir şey erməni kəndidir. 4 rayonun qovşağı. Qovşağı. Ermənilər elə vurdular ki, 2 briqadanın arasından 703'dən 190'ın arasında vurdular. Seysulan, Şotlandı bir gündə getdi, gəldi, dirədilər Kapanlıya. Kapanlıya deyəndən sonra sol zırağının gəldi Karmeravan aldılar. Karmeravan alan kimi çıxdılar saxlamaq istiqamətlə. Uca saxlamaq qeyri-mümkündür. Gecə saat 1 idi. Mən maşından düşdüm aşağı. Gəldim, maşınla düşdüm aşağı. Bilirəm ki, oşun yoxdur da, oşun çəkilmişdir. 18 yaşından uşaqları gətiriblər, qaladan gətiriblər. O da mən hayfım gəlir, yığmışam onları tərtərəçi, qoy yaşasınlar da. Düşəndə gəldim, gördüm ki, tərtərin nədir, 703'ün briqadı komandı, tərtər briqadı komandı, Lənkəran Əliyev həmən o yolda dayanır maşınla. Saat 1'li gecə. Dedim, Eldaranı, dedi, Eldar yavaş-yavaş çəkilib, 776'nın briqadı baton komandı sol tərəfdədir. Himayət deyib, öz qoşunlarla saxlayıb, 3-cü savxozun yolunun qabağını, balaca dəstəklə, imkanımız yoxdur. Bu şey zamat qalmıyor. Nə qaraq? Bu vaxtı 772'nin uşaqları da qabağında olan hikmət gözləri məruzə edədilər ki, böyük kolonla Ağdərədən Canidaq savxozu var, Canidaq
kolxozundan Can yatak kolxozu var orada. Gül yatak, Gül yatak, can yatak. Can yatak kolxozunun istiqametinden İleriye düşüyor. büyük kavunla çıkırlar Kırmızı Kəndə. Kırmızı Kənd'den bizim arazimiz de 300 metrede. Əlbəyaxa döyüş. Əlbəyax diyor. Bizim de koşunlarımız şehirden aşağı döşeyirler. Batalyon komandiri Elçin şeydir. Rəhmətə getdi. Özünü attı tankın altından da delişim etmem. Mayor Kuliyev qaladan gelmişti. O da özünden attığında delişim ben üstünden tanklar çektiler. Hamısı ben. Böyle batalyon komandiri. Axundov vardı. Ahmedov bizde kapitan. Axundov. Axundov kapitanı, zaman kapitanı gönderdin ki bu zaman uşaqları yık başıma yık. Korkuyorlar da komandir yoktu. Mayor rəhmətə gedib. Onun yanında qərargah reisi, tabur komandiri. Şəhid olurlar, döyüşürlər ön xəttə. Mən maşının üstündə Lənkəran ki, komandir qabaqda 200 metrede erməniydi. Dedim, piyada geçsem vaxtı da indi. Dedim, maşının suyum oraya, gəlin görün vəziyyət nə edir. İşini söndürdü, yavaş gedəndə, gəlin bizim bu uşaqlar yanırlar. Yanırlar, yolun qırağında. Düştüm, İmayət hanı, burada komandir, burada yok. İmayət, 3. savxozun yolun köktü saxlı. Dedim, burada qalın. Dedi, get, Erməni dedim, mən geləcəm. Düştüm, şaşırdı. Erməni ilə bizim aramızda 50 metrede. Yavaş geldi, çıxdıq, kapanlı istiqamətdə geldi. Gördüm ki, polkovnik Şabanov var. Firudin. O da yetim, oturup koşunlar yaptı. Kuliyev rəhmətə gedib, o da orada rəhbərlik. Nə qədər yığılmışsan? Dedim, 5-30 nəfər məndə əskər qalır. Dedim, 30 nəfəri yanında saxla. Eldar Qayev Raçıyla gəl bura. Eldar da gəldi 20 nəfər. İmayət də gəlirdi. İmayət, gəl bak. İmayət də gəldi, 20 nəfər, 30 nəfər də gəldi. 11 nəfər. Yox, o onda 20-30 nəfər. Kimin əlində nə var? Yığdım hamısı. Yığdım. Dedim, düz nədir? Bak bir dənə məsələ deyək. Buradan arkada qoşun yoxdur. Ya baskın edevi bu kəndi qaytarıq. Ermənilər bir alayla polkovnik İşxanyanın bir gün məhkəmə gedir, həmən o İşxanyan oradadır, David İşxanyan. Alay komandiridir, giriblər, özdə elan edib ki, sabah tərtərindən Mirbaşır deyirlər, parat çəkildəcəklər. Yerevandan qovdilər, gəlsinlər, jurnalistler ne çəkilişə. Benim de Diyanət İmayət kardeşim, polkovnik Şabanov, Eldar kardeşim, İsmet. Hamısını yıldı, geldim Pənah'da geldi. Pənah'da, ben de buradayım, Pənah sen de gelmişsin. Ne kadar geldi? 10 nəfər. Yığdım 120 nəfər adam. O boyda alay, var da yerleşir, seslerin de eşilir, tanklar da işleyir, BMP'lar da işleyir bunların. Kəşfiyyatçıda məlumat verir ki, 5 tane tank girdi, 4 tane BMP. Hələ ki, ateşə başlamayıblar. Gecədir da, saat 3'də, bunlar qoşunu cəmləşdirirlər. Nə qalıb ki, 800 metre qalıb da, sabah baskının. Saat 5:45'də Əkülünə keçdilər. 5:45'də biz Əkülünə keçdik. 120 nəfər. Saat 8:30'da çıxdıq, o bənd var idi, bəndin üstünə çıxdıq. Bəndin üstünə çıxanda mən də qaça gedirəm, mən bunların arxasına gələn ki, çəkilməsin. Bunlar da vurdular, gəldim, güllə, baxıram orada 10 nəfər, burada 30 nəfər, deyirəm, bu meyitlər kimi nələrdir. Deyir, komandir qorxmayır, bunlar hamısı ermənidir. Ekmidzindən gələn. O yadındadır, o Rusların 43-cü ildən olan gimnastyorkaları dayandı. Hamısı düzülmüşdü, 70'den yukarıdı. 78 dənə düzüblər bunlarını. Mən gəldim, indi təsəvvür beşə ayıb olmasın. Bunu da oğlanlar oturub, bəndi, elə bir şey, su bəndində, arxasındadır. Ermənilər 30 metrede, o da Şotlanın qabağında yox. Mən nəyə görə dedim, Şotlanın adamın kəndidir. Şotlanın qabağında ermənilər orada çığırırlar, baxırlar. Nar da bağı var deyə. Nar bağından biz yığmışıq. Nar bağında yığmış onları, bunlar nar bağından çıxa bilmirlər. Hə, mühasirəyə almışsınız. Mühasirəyə almışıq, çıxışırlar. Gəldim, otdum, baxdım ki, oğlan deyəm, imarətim, bilməyəm oğlan nə deyim, sən də şeydən, çörək gətirirlər. Bu da əli qanın içindədir, içinə yaralsan, palsın içində,
çörəyi bölüşdürür. Bölüşdürəndə də barmaq izi qalar axı. Asim, bəyəkçi olan Asim. Yaxşı. Əli buradan yanı göstərdi. Sındırdı, qatilisi, komandır, bir lokma sən də ye. Mən də uzandım, bunlar çəkdi əlimdən ki, snayper vuraq, özləri durdular. 4 nəfər durdular ki, komandır, mən də heç vaxt başımı əyirəm, lot edim mən. Bunlar 4 nəfər qalxdılar, əyirmişsə ki, qoy güllə bizə dəysin. Mən məcbur oldum, oturdum yerə. Oturdum, bunlar da oturdular. Həmən o çörəyi, ağ çörəyi belə yerən baxıram ki, bu da oturub, imarət. Öptüm üzümdən. Bu vaxt zəng olar ki, prezident təcil çatırır. Bunun da yaralı sanitarka vardı. Sanitarka mindirdi. Sanitarka gedə-gedə, bəlkə 20 dənə güllə dəydi sanitarkaya. Bəlkə 20 dənə. Dəfətdə 100 metrədə. Sanitarka mindirdi, komad edim, prezident çağırıb mən gedim. Gəldim prezidentə dedim ki, cənab prezident, inanmıyorsun, alayım məhv edəlim. Ayın 20'si, 21'i səhərsə. Aprelin. Qayıtdı mən dedi ki, Aruzov, sizə general motivasiya verdim. Dedim, sana prezident. Dedim, mən imzaladım sənə. Sizə general motivasiya. Mən orada məruz elədilər. Təvişli çatdı. Yox. Baş lütfenat aldı. Lütfenat təzə vermişdir, lütfenat 3 ay qaldı, baş lütfenat rütbəsi. O Qırmızı Kənd, Kapanlı kəndindən sonra təqdimat yazdı, değil mi? Mən yazdım, qəhrəmanlığa təqdimat yazdım. Bu günə kim verirdi? Söhbət ondan da şey tapmışım, Arzu Sadıqov vardı belə. Arzu hansı şey oldu? Rəhmətli, əlində qranatı möp partladı, hücumə keçdi, özünü atdı. Elçin Seyidib qranatı götdü, özünün altına atdı. Onların da təqdimatı yazdı, heç mi vermələr. Ondan sonra mən subut elədim ki, bəli, satqınlıq oradan gedir. Nəzməddin kimində satqın, orada da görülür ki, Elbus Arıcı'nın rəhbərli altında qəhrəman oğlanlar var. Üzr istəyəm, cənab Gəlal sözü. Bəlkə cənab Gəlal düzgün vuruladı. Dedi, tərtəri verməliydilər.